E, peki Talişler hangi şehirlerde yaşıyorlar? Talışlar kompakt olaraq Azərbaycanın cənub-şərq bölgəsində Talış bölgəsi, hansı ki tarixi adı Talış bölgəsidir. Astara, Lənkəran, Masallı, Lerik, qismən Yardımlı və Cəlilabad rayonlarında və o cümlədən Biləsuvar rayonunda az sayda yaşamaqdadırlar. Amma Astara, Lənkəran, Lerik, Masallı rayonlarında üstünlükdədirlər, yəni dominantdırlar. Çoxluq təşkil edərlər bu 4 rayonda. Digər rayonlarda isə az qismdə təmsil olunurlar. Bundan əlavə də Bakı və Sumqayıt şəhərlərində kifayət qədər Talış var. Amma TMMR hüdudları kimi bizim təsbit etdiyimiz ərazilərdə bunlar hansı rayonlar nəzərdə tutulur? Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar. TMMR-in hüdudlarına bu rayonlar daxildir. Yəni tarixi Talış bölgəsi adlanan Talış torpağı hesab olunan ərazilər bu rayonlardır. Evet. Toplam ne kadar Talişler vardır Azerbaycan'da, Talişistan'da? Nüfus sayısı ne kadardır? Azad mənbələrin məlumatına görə Talışların sayı ümumiyyətlə Azərbaycanda 1,5-2 milyon civarındadır. Amma Azərbaycan dövləti rəsmi statistikalarında bu sayı saxtalaşdıraraq dəfələrlə az göstərir. Məsələn, son statistikalarda Talışların sayı təxminən bir 100-110 min civarında göstərilmişdir ki, bu da tam bir cəfəngiyatdır. Yəni sadəcə adlarını sadaladığım rayonların birində belə həmin saydan daha çox Talış yaşayır. Evet. Peki. Çok teşekkür ederim yayınımıza katıldığınız için. Sağ olun, var olun. Buradan Talış halkımıza, kardeş Talış halkına da selamlar gönderiyoruz. Sağ olun, var olun. Başka bir programda nasip olursa gene ileriden birlikte bir program yapmayı düşünüyoruz. Yeni yaşamında, yeni yılda size güzel günler diliyoruz. İyi bir yaşam diliyoruz. Sağ olun, var olun.